Bir çox arıqlama üsulunu araşdırmışam. Özüm də 130 kiloqram idim. 55 kiloqram arıqlamışam və ancaq bir dənə işləyən metodu tapdım. Mən diyetoloq qidalanma mütəxəssisi Hüseyn Əkbər. Sizə ən effektiv necə arıqlamaq olar bu haqda danışacağam. Arıqlamaq üçün cəmi bir neçə prinsipə əməl etmək lazımdır. Birincisi, qəbul etdiyiniz lif miqdarını artırmalısınız. Sizin qəbul etdiyiniz qidanızın ən azı 50% liflərdən, yəni tərəvəzlərdən ibarət olmalıdır. İkincisi, şəkər əlavə edilmiş məhsulları ya həyatımızdan çıxartmaq və yaxud da ki, minimuma endirmək. Tərkibinə şəkər əlavə olunmuş qidalar sizin gün ərzində qəbul etdiyiniz karbohidrat miqdarının cəmi 10%-ni təşkil etməlidir. Əlbəttə, haqlı halda irad bildirə bilərsiniz ki, mənim həyatımda şirin heç nə mi qalmasın? Şirin və şəkər əlavə edilmiş qidaları meyvələrlə əvəz eləyə bilərsiniz. Məsələn, 2 ədəd Oreo peçenyasını götürək. Onların tərkibindəki kalori bərabərdir 300 qram çiyələyin tərkibində olan kaloriyə. Və sonuncu, mütləq şəkildə protein qəbul eləyin. Proteinləri hardan almaq olar sualına isə belə bir cavab verə bilərəm. Yumurta bizim üçün ən ideal protein mənbəyidir və bir də ət məhsulları. Bu məhsulların tərkibində olan proteinlərin 90-80% orqanizmimiz tərəfindən mənimsənilə bilir. Əlbəttə o şərtlə ki, sizin mədə-bağırsaq sisteminiz çox gözəl işləməlidir. Və unutmayın ki, qəbul etdiyiniz proteinlər doğrudan da keyfiyyətli proteinlər olmalıdır. Yəni kolbasaların, sosislərin içərisində olan proteinlər deyil də mütləq tam olaraq ət məhsullarının içərisində olan proteinlər olmalıdır. Yəni bir tikə ətin içərisində olmalıdır həmin protein. Və ancaq bu prinsiplərə əməl etməklə belə şəkillərinizin bir qismindən sürətli şəkildə qurtula bilərsiniz.